Sabah xeyirli olsun değerli traderler. Bugün aprelin 16'sı Beynəlxalq Maliyyə Birjasında bugün neler baş verəcək və Qızıl ne edəcək? Yəni ümumi olarak hedef Qızılda 4930'lar ve 5019'lar, eyni zamanda 5113'lərdir. Təbii ki, səhər saatlarında biz artıq alış əməliyyatları haqqında məlumatı paylaşdıq və erkən alışlar 4830'lardan gəldi. 800 dolarla bir qalxış nümayiş etdirib. Yəni 4838'dən sonraki hədəflər isə 4850'lər, 65'lər və 82'lərdir. Təbii ki, alternativ ssenaridə satış əməliyyatları Qızılda təbii ki olacaq. Yəni bunu diqqət etmək lazımdır. Buna mütləq. Deyək ki, əgər aşağı doğru istiqamət alsa 4816'lardan dönüş nöqtəsi var. Eyni zamanda 4808'lərdən eniş siqnalları var. Dönüş nöqtələri var. Əsasən də satışlar aşağı formalaşda 4805'lərdən sonra olacaq. Keçək biz gümüşə. Gümüşdə də yəni alış əməliyyatları 80.500'lərdən gəlib. Ümumi olaraq yəni istiqamət 81-82'lərdə. Bu gümüşdə də təbii ki alternativ ssenaride satış əməliyyatları 80'lərdən gələcək.